Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləğədə tam yolun kənarında, belə deyək də, 3 çox torpaq sahəsinin üzərində, bax belə bir modernlikli, gözəl bir möhtəşəm həyətlərimiz çıxıb. Allah hər kəsin malının mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Bir zal, 3 yataq, bir mətbəx, bir sanjeldən ibarətdir. Paket kupçada həm qeydiyyat üçün yararlıdır, həm ipoteka yararlıdır. İnşallah həyat hissəsini təqdim edirik. Sonra keçid edəcək evin içərisinin təqdimatına inşallah. Ev tamamilə istipoldur. Mətbəx mebeli hədiyyə. Hamam aksesuarlar, duş kabinə, bunlar da hədiyyə. İlk olaraq qiymət qeyd etdiyimiz 148 min manatın reallıq olsa endirimdə olunacaq. Evin sağ tərəf, ön hissəsində də evin izləyicilərimiz izləsinlər. Evin sağ hissəsinə rahat bir yerdən keçidi. Sol hissəsi ilə eyni qaydada keçid, suyun axıntısı üçün turba qoyulub, qabaq hissəsində açıq eyvan, teras, mətbəxə giriş və mətbəxdən çıxış. Hətta evin qabağında da işıqlandırması var. Gəl qabağa zəhmət olmasa. Həyətdə sanjellərinə qədər var. Onları da göstərəcəksə qapı hissəsini ver. Jalüz qapı böyük və balaca qutla idarə olunan və sanjel hissəsini təqdim edək sizlərə. Stipoldur bax buradan. Aksesuarlarına qədər qoyulub. Bu hissədə də belə bir yerimiz var. Yəqin kimsəyə sanjel ya kimsəyə kvadratkası nəzərdə tutular. Və giriş hissəsini buran və işıqlandırmanı izləyicilərimiz izləsin. Və onu da nəzərinizə çatdıraq dəyərli izləyicilərimiz. Bəzi izləyicilərimiz deyirlər ki, makler evləri belə inanın Allah ki, vallahi insanlar iş görürlər, tikirlər. Keyfiyyətlə iş görənlər də var. Allah hər kəsin malının mülkünə bərəkət versin və əziyyətini yerdə qoymasın. Həqiqətən də yaxşı tikirlər, təzə tikirlərdir, betonu ilə, kəməri ilə. Bunu deməklə zaten onu gərək özünüz baxasınız. Nə əziyyət çəkirlər, tam yolun kənarı. Buranı fikir verin. Biz də çalışdığımız qədər çalışırıq ki, bir oranı izləyəcəyimiz qəşəng bir izləsinlər. Giriş hissəsi tamamilə. Biz də çalışdığımız qədər çalışırıq ki, sizlər üçün gözəl evlər çəkib göstərək ki, ən azından insanlar izləyib baxa bilsinlər. Bax, bura giriş hissəsidir. Giriş hissəsi stipoldur, ümumiyyətlə stipoldur. Ortada işıqlandırma, sağ və sol hissələrdə işıqlandırması var və keçək evin zal hissəsinin təqdimatını. Bax, belə bir səliqəli zalı var. Kombinin xətlərinə qədər qoyulub. Fikir verin. Və keçək yataq otaqlarının təqdimatına. Yataq otaqlarda, burada da bir yataq otağımız var. Geniş bir yataq otağı var. Buna bir zəhmət olmasa. Və ikinci yataq otağını və zəhmət olmasa izləyicilərimiz izləsinlər. Hər otağın da boya ayrı-ayrı olur. Və üçüncü yataq otağını təqdim edək. Uşaq otağı üçün nəzərdə tutulun. Və mətbəxi fikir verin mətbəxinə. Mətbəx həm genişdir, həm də səliqəlidir. Mətbəx mebeli, peçi, aspiratoru, moykası. Burada qeyd etmişdik. Bura giriş çıxış teras nəzərdə tutulub. Gəl sonra belə qiymət verməyəsən, necə verməyəsən? Gəl içəri. Bəziləri izləyicilərimiz deyir ki, köhnə evlər istəyir. Onların təzə evləri elə tikirlər ki, mükəmməl. Yəni indi istəmirəm belə çox tərif edin, çünki hər şey göz qabağındadır. Gəl qardaşım, bunu da göstər. Fikir verin, stipol, duş kabinəsi, aksesuarlar, moydadır. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz Məşləğədə tam yola bir yaxın ərazidir. Yəni demək olar ki, elə qapıdan çıxırsan, marşruta yaxın, tramvayla marşrutun yolundadır. 3 çox torpaq sahəsinin üzərində inşa edilib. Bir zal, 3 yataq, bir mətbəx, 2 sanjel, paket kupça, mətbəx mebeli hədiyyə, hamam aksesuarları, duş kabini, bu da öz yerində, yəni hədiyyədir. Qiymət 148 min manat. Real müştəri olsa, yəqin ki, qiymətində endirim olunacaq və səhifəmizi izlədiyiniz üçün Məşləğə Əmlak Əməkdaşları rəhbərliyəm sizlərə dərin təşəkkürümüzü bildirirəm.